Salam, sizə faydalı olsun deyə paylaşıram. Tikinti bazarında çox zəif, çox keyfiyyətsiz. Düşünürəm ki, bəlkə də heç ekoloji cəhətdən də təmiz olmayan plastik qapı pəncərə materialları mövcuddur. Bu məhsullardan çox vaxtı bəzi tikinti şirkətləri evin maya dəyəri aşağı olsun deyə istifadə edirlər. Bir çox tikinti şirkətləri hətta öz binalarında bu qapı pəncərələrin istehsalını və montajını da təşkil edirlər. İlkin baxışdan biz buna diqqət yetirməsək də, sonradan problemlər başlayır. Profilin qalınlığının aşağı olması, materialın elastikliyi, ştapiklərin, yəni taxılma reykaların plastikin deformasiyaya uğraması səbəbindən yerinə düzgün oturulmaması və sair problemlərə görə pəncərə və ya qapı düzgün montaj edilə bilmir. Pəncərədə əsmə, ciddi əyrilik, IP-nin aşağı olmasına görə tozun içəriyə daxil olması, şüşə paketinin izolyasiyasının pozulması və bir çox səbəblərdən pəncərəni dəyişmək məcburiyyətində qalırıq. Bu da heç də ucuz başa gəlmir. Ona görə də təklif edirəm ki, bu sahəyə nəzarət gücləndirilsin, saxta materialların satışı qadağan edilsin, daha keyfiyyətli materiallardan istifadə olunsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Vatınız hər zaman güclü olsun.